Salam hörmətli Hürriyyət TV izləyiciləri. Hər birinizi xoş gördük. Hürriyyət TV-yə dəstək olmaq üçün efirimizi bəyənib paylaşmağı unutmayın. Hələ də efirimizə abunə deyilsinizsə abunə olun. İndi isə keçək xəbərimizə. İlham Rəhimlinin bacanağı həbs olundu. Bakı şəhər prokurorluğunun keçmiş böyük müstəntiqi Müşfiq Abbasov yenidən həbs olunub. O, səsləndirdiyi fikirlərə görə cəzalandırılıb. Abbasov haqqında Baş Prokurorluğun Cinayət Təqibindən kənar İcraatlar İdarəsində İnzibati Xətalar Məcəlləsinin 388.1.1.1-ci qanunla yayılması qadağan edilən informasiyanın internet informasiya resursunda yerləşdirilməsi maddəsi ilə iş başlanıb. Ardından fevralın 23-də o, Yasamal rayon məhkəməsində hakim önünə çıxarılıb və haqqında 15 günlük inzibati həbs qərarı çıxarılıb. Müşfiq Abbasov keçmiş müstəntiq kimi sosial mediada müxtəlif olaylarla bağlı düşüncə və müsahibələrini paylaşır. O, bu günlərdə müsahibəsindən bir parçanı virtual dostları ilə bölüşərkən belə fikirlər səsləndirib. Güya bizim varlıların evində belə seksual cinayətlər yoxdur. Hansısa nazir 2-3-5 qızı bağa aparıb başına oyun açırsa, onların ağzını pulla yumursa, bunlar şikayət etmirsə. Müstəntiq adı gələndə insanlar hesab edir ki, burada böyük bir ədalətsizlik var. Ədalət axtarışını son dövrlər kimlərdə axtarırıq? Oğrularda, avtoritetlərdə, cinayətkar aləmin nümayəndələrində. Abbasov daha öncə 2021-ci ilin mayında da dələduzluq ittihamı ilə həbs olunmuş. İcraatındakı 2 iş üzrə toplam 73 min manatdan çox pul alaraq adamları aldatmaqda suçlanmışdı. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 7 il həbs cəzası kəsilsə də, Ali Məhkəmə qərarı ləğv edərək iş geri qaytarmışdı. Apellyasiya məhkəməsi işə təkrar baxandan sonra zərərçəkmişlərin pulunun ödənildiyi, şikayətçi olmadığı nəzərə alınaraq dələduzluq ittihamına xitam verilmişdi. Müşfiq Abbasov özünü təqsirli bilmir. Dəlil sübutsuz, qərəzli adamların ifadələri ilə cinayət məsuliyyətinə cəlb edildiyini söyləmişdi.